Salam, mən biologiya müəllimi Şəmsə Seyidbəyli. Bugün sizə din test toplusu 1-ci hissədən örtülü toxumlar şöbəsinin 80-ci sualın izahını verəcəm. Deyir ki, noxudun çiçəklərində 180 bitişik erkəkçik varsa, bu çiçəklərdə cəmi neçə ləçək var? Biz noxudun düsturunu yazarıq. Kasacıq 5, ləçək 5'dir. Burada yazarıq 3 üstə gəlinsin 2, erkəkçik 9 üstə gəlinsin 1, dişicik isə 1'dir. Burada mörtəzədə yazdıqlarımız isə bitişik olduğunu göstərir. Və bizdə deyir ki, 180 bitişik erkəkçik varsa, biz düsturda görürük ki, 9 bitişik erkəkçik var. Və bu çiçəklərdə cəmi neçə ləçək olar? Baxın uşaqlar, 9 bitişik ləçək olan, erkəkçik olanda ləçəyin cəmi 5 olur. Yəni 9 bitişik erkəkçik olanda 5 ləçək olacaqdır. Və bizdə cəmi 180 bitişik erkəkçik olanda cəmi neçə ləçək olar? 180 erkəkçik olanda nə qədər olar? Buradan yazarıq. 180 vurulsun 5, bölünsün 9. 180-dən 9 ixtisar getsə 20. 20 vurulsun 5 bərabərdir 100 edər. İndi keçək 75-ci suala. Yazıb ki, günəbaxan səbətində 1000 çiçəkdən 350-si dilcik şəkillidir. Bu bitkinin səbətində maksimum neçə rüşeyn hissəsi əmələ gəlir? Baxın uşaqlar, biz bilirik ki, günəbaxanda həm dilcik şəkilli çiçəklər, həm də boru şəkilli çiçəklər vardır. Boru şəkilli çiçəklər. Boru şəkilli çiçəklərdə meyvə toxum yaranır, dilcik şəkilli çiçəklərdə isə meyvə toxum yaranır. 1000 çiçəkdən 350-si dilcik şəkilli çiçəkdirsə, 1000-dən 350-sini çıxarır. Qalar 650. Deməli, 650 çiçəyimiz boru şəkillidir. Və bu 650 boru şəkilli çiçəyimizdə maksimum mayalanma getsə, 650 toxum yaranar. Və bir toxum bir rüşeym hissəsindən yarandığı üçün 50 toxum yaranırsa, 650 də rüşeym hissəsi olacaqdır. Düzgün variantımız burada isə 650 olacaqdır. Deməli, bir də təkrar edirəm. Bir toxum bir rüşeym hissəsindən yaranır və bizdə maksimum 650 boru şəkilli çiçək oldu və 650 boru şəkilli çiçək maksimum mayalansa 650 toxum yaranacaq və 650 toxumun yaranmasında da 650 rüşeym hissəsi iştirak edəcəkdir. Sağ olun, təşəkkürlər.